ultrasonografi, renkli Doppler və elastometriya. Bu müayinələr hər bir pasiyent üçün önəmli müayinədir. Nə üçün? Çünki ultrasonografidə daxili orqanlarda hər hansı bir böyümə, dəyişiklik, hər hansı bir xəstəlik, məsələn, öd kisəsində daş, qum və ya öd kisəsinin iltihabi xəstəlikləri müayinə olunur. Və eyni zamanda qarın boşluğu haqqında mədəaltı vəzi, digər orqanlar, dalaq, böyrəklər, qadınlarda ginekoloji, kişilərdə prostat vəzi haqqında tam aydın məlumat əldə etmək olar. Dopplerografiyada burada artıq eyni orqanların damar sistemi, hər hansı bir ocaq, lezyon və ya törəmə varsa, onlar haqqında damarlanması və vaskularizasiyası haqqında məlumat verir. Elastometriya isə qaraciyərin, biz loru dildə desək bərkimə, qaraciyərdə olan fibrozis dəyişikliyi olub-olmadığını aydınlaşdırır. Bu, ola bilər adi bir steatoz dediyimiz qaraciyər piylənməsində, hepatit dediyimiz qaraciyər infeksiyon xəstəliklərində və ya qaraciyərin parenximal digər xəstəliklərində qaraciyərdə olan fibrozis dərəcəsi 1-ci, 2-ci, 3-cü dərəcələr ola bilər, hətta 4-cü dərəcədə ola bilər, o artıq ağır formasıdır. Bunları təyin etmək olur. Eyni zamanda alkolik sirozda da qaraciyərdə gedən parenximal dəyişikliyi biopsiya eləmədən, yəni elastometriya ilə bunu aydınlaşdırmaq olar, mümkündür.